Salam, kanalımıza xoş gəlmisiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bugün sizə hər birinizin çox asanlıqla hazırlaya biləcəyiniz lahmacun resepti təqdim edirik. Həm tavada hazırlayırsınız, həm də çox ləzzətli alınır. Üstəlik, xəmir də yoğurmursunuz. Bunun üçün bizə lazımdır. İlk öncə 300 qram qiymə hazır qoyuruq və kənarda doğrayıcıda bir baş soğan, 2 diş sarımsaq, yarım sarı bibər, yarım qırmızı bibər, 1 ədəd pomidor, 1 dəstə cəfəri əlavə edirik. Doğrayıcıda doğrayırıq və 300 qram qiymənin üzərinə qarışdırırıq. Karıştırdıktan sonra üzerine 1,5 yemek kaşığı ya tomat pastası ya biber pastası zövqdən asılıdır. Üzerine duz, istiyor, cirə zövqünüzə görə miqdarına təyin edib əlavə edirsiniz və sonda isə 2-3 yemək qaşığı zeytun yağı. İçliyi yaxşıca qarışdırırsınız. Biz hazır yuxalardan istifadə etdik. 2 cür hazır yuxadan istifadə etdim. Həm qalın yuxadan, həm nazik yuxadan. Hər iki yuxada da nəticə çox qəşəng yandı, xırt-xırt, ləzzətli, heç yerdə yemədiyiniz çox dadlı lahmacunlar alınır. Ümid edirəm ki, bu videoya baxdıqdan sonra siz də edib, sınayıb, nəticəni bizimlə paylaşacaqsınız. Fikirlərinizi gözləyirik və bəyənilərinizi təbii ki, gözləyirik. Dəstəyiniz üçün təşəkkür edirik. Sağ olun. I see the mood is right. Bidi bidi bam, bidi bidi bam. So my friend, it seems I'm lost again. Truthful life without a clue. Spend my time with my words and rhymes, but not a word for you.